Salam hörmətli izləyicilər, 1960-cı ildə Moskvada bir qrup araşdırmacı şəxs Böyük Vətən müharibəsi dövründə, yəni 1941-45-ci illərdə bildiyiniz kimi bu müharibə bizim üçün Böyük Vətən müharibəsi adlanırdı. 22 iyun 1941-ci ildə başladı və 9 may 1945-ci ildə bitdi. Bu dövr ərzində SSR-də həlak olan ali rütbəli hərbiçilərin siyahısını müəyyən etmişdir. Məlum olmuşdur ki, bu dövr ərzində SSR 458 nəfər ali rütbəli hərbiçi itirmişdir. Yəni onlar həlak olmuşlar. Onlardan bir nəfər deməli Sovet İttifaqı marşalı, 4 nəfər ordu generalı, 6 nəfər general polkovnik, 66 nəfər general leytenant, 2 nəfər vitse-admiral, 372 nəfər general mayor, 7 nəfər isə kontur admiral olmuşdur. Yəni bunlar müharibədə bu və ya digər səbəblərdən həlak olmuşlar. Stalin repressiyası dövründə isə 53 nəfər ali hərbiçi deməli həyatlarını itirmişlər, repressiyanın qurbanı olmuşlar. Onlardan, yəni 53 nəfərdən 46-sı sonradan bəraət almış və SSR dövləti tərəfindən ona verilən mükafatlar geri qaytarılmışdır. SSR ilk general deməli itkisini müharibə başlayandan bir gün sonra 22 iyun 1941-ci ildə deməli Cənub bölgəsinin komandanının köməkçisi general mayor deməli Mixailin deməli almanların bombardımanı nəticəsində həlak olmuşdur. Yeganə həlak olan Sovet İttifaqı marşalı isə Boris Shaposhnikov isə 62 yaşında deməli dünyasını dəyişmişdir. Uzun sürən xəstəlikdən sonra deməli Boris Shaposhnikov Çar Rusiyasının zabiti olmuş və 1937-40-cı illərdə deməli Sovet ordusunun qərargah rəisi vəzifəsində çalışmışdır. Həlak olan bu hərbiçilər arasında yuxarıda dediyim 458 nəfər hərbiçilərin arasında həm yerlimiz 35 yaşında deməli həlak olan Həza Aslanov var idi. Həza Aslanov da bildiyiniz kimi müharibənin bitməsinə bir neçə ay qalmış 24 yanvar 1945-ci ildə həlak oldu. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.